Qoç bürcü 7 noyabr 2025-ci il. Bugün böyük qələbələr qazanmaq çətin olacaq, amma az sayılı kiçik uğurlar mümkündür. Bəzi qoçlar son zamanlar narahat edən suallara cavab tapacaq və ailə problemlərini qeyri-adi, lakin təsirli üsulla həll edəcəklər. Enerjiniz çox olacaq, amma özünüzü yükləməməyə çalışın. Bütün işlərin öhdəsindən gələ bilərsiniz, amma bu o demək deyil ki, hər şeyi tək etməlisiniz. Bəzi məsuliyyətləri paylaşmaq, təxirə salmaq faydalı olar. Ruhlandırıcı və əhval yüksəldici fəaliyyətlər üçün biraz vaxt ayırın. Buğa bürcü 7 noyabr 2025-ci il. Bazar günü istirahət maraqlı görüşlər üçün bir çox imkan yaradacaq. Özünüzü rahat buraxın. Bugün çətin məsələlər ciddi maliyyə qərarları üçün deyil. Dostlarla gəzintiyə çıxmaq, sərgi və ya film izləmək sizi sevindirəcək. Yeni, maraqlı insanlarla tanış ola bilərsiniz. Gün ciddi xərclər tələb etməyəcək. Kiçik alış-verişlərdə tələsməyəcəksiniz. Buna görə maliyyə itkiləri gözlənilmir. Bəzi buğalar arzuladıqları bir hədiyyəni alacaqlar. Yaxınlarla ünsiyyət harmonik keçəcək. Ortaq planlar yaranacaq. Çətinliklərdə isə dəstək göstərəcəksiniz. Əkizlər bürcü 7 noyabr 2025-ci il. Hər bir işə ciddi yanaşsanız, böyük uğurlar qazana bilərsiniz. Başqalarının məsləhətinə və dəstəyinə arxalanmadan hərəkət etdikcə nəticələr daha yaxşı olacaq. Əlbəttə, kömək təklif olunarsa, imtina etməyin. Amma əsas qərarları özünüz verməyə hazır olun. Yeni, maraqlı təkliflər mümkündür. Bəziləri riskli görünə bilər. Amma ehtiyatla və düzgün qərarlarla bu həyatınıza yaxşı dəyişikliklərə səbəb ola bilər. Günün ikinci yarısı istirahət və dostlarla ünsiyyət üçün münasibdir. Xərçəng bürcü 7 noyabr 2025-ci il. Bugün bir çox maraqlı imkanlar açılacaq. Cəsarət və qərarlılıq göstərsəniz, heç birini qaçırmayacaqsınız. Son vaxtlar özündən şübhələnən xərçənglər üçün bugün hadisələr uğur qazanmağın əllərində olduğunu sübut edəcək. Ailə üzvləri ilə vacib məsələləri sakitcə müzakirə edə biləcəksiniz. Fikrinizə bu dəfə daha çox qulaq asılacaq. Günün ikinci yarısı alış-veriş və maliyyə qərarları üçün uyğundur. Çünki bu zaman pul xərcləməyə tələsməyəcəksiniz. Şir bürcü 7 noyabr 2025-ci il. Tələsməyin. Bugün səbir və soyuqqanlılıq ən yaxşı köməkçiləriniz olacaq. Qərarları emosiyalara qapılmadan düşünərək verin. Bu da səhvlərin qarşısını alacaq. Keçmişi analiz etmək faydalı ola bilər. Əvvəlki səhvlərdən nəticə çıxarmaq və yeni həll yolları tapmaq imkanı yaranacaq. Gün münasibətləri bərpa etmək və sülhə nail olmaq üçün də uyğundur. Qız bürcü 7 noyabr 2025-ci il. Bugün mühüm işlərlə məşğul olmaq olar, amma tək başına yox. Komanda işi və ortaq layihələr üçün münasib gündür. Yeni insanlarla ortaq məqsədlər tapmaq asan olacaq. Bu gələcək üçün yeni qapılar açacaq. Yaxınlara kömək təklif edin. Sizin vaxtında müdaxiləniz kiminsə ciddi problemlə yayınmasına kömək edə bilər. Maliyyə vəziyyəti sabitdir. Əgər faydalı bir əşya almaq imkanı yaranarsa, bu uğurlu seçim olacaq. Tərəzi bürcü 7 noyabr 2025-ci il. Bugün həm maraqlı, həm də ümidverici olacaq. Özünü inkişaf etdirmək, yeni bacarıqlar qazanmaq üçün çox münasib vaxtdır. Yeni tanışlıqlar mümkündür. Bu insanların arasında gələcəkdə sizin üçün mühüm rol oynayacaq biri ola bilər. Onlarla ideyalarınızı paylaşmaqdan çəkinməyin. Birgə böyük işlər görə bilərsiniz. Əqrəb bürcü 7 noyabr 2025-ci il. Bugün insanlarla ünsiyyətiniz uğurlu olacaq. Hətta sizi əvvəllər tənqid edənlər də fikrinizi anlayacaq. Humoristiniz və diqqətiniz sayəsində faydalı tanışlıqlar qazana bilərsiniz. Maliyyə baxımından uğurlu gündür. Kiçik, amma yerinə düşən gəlirlər mümkündür. Günün sonunda sizi sevindirəcək hədiyyə və ya xoş xəbər ala bilərsiniz. Ox atan bürcü 7 noyabr 2025-ci il. Bugün hər bir işdə məsuliyyətlə yanaşacaq, bunun nəticəsində uğur qazanacaqsınız. Adətən risk edən ox atanlar bu dəfə ehtiyatlı davranacaq, səhvlərdən qaçacaqlar. Ev mühitində kiçik fikir ayrılıqları mümkündür. Amma sakitliyiniz sayəsində vəziyyəti tez düzəldə biləcəksiniz. Günün sonunda vəziyyəti aydınlaşdıracaq xəbərlər ala bilərsiniz. Oğlaq bürcü 7 noyabr 2025-ci il. Bugün ciddi qərarlar vermək, mühüm addımlar atmaq üçün münasibdir. Əvvəlcədən plan qurmaq, ona riayət etməyi sizi gərginlikdən qoruyacaq. Günün ikinci yarısında ani xərclərdən çəkinin. Təcrübəli insanların məsləhətləri səhvlərin qarşısını alacaq. Axşam istirahət və sakit fəaliyyətlər üçün uyğundur. Bolca bürcü 7 noyabr 2025-ci il. Bugün sizi xoş sürprizlər, maraqlı görüşlər gözləyir. Yeni tanışlar, dostluqlar, hətta romantik münasibətlər mümkündür. Gözlənməz dəvəti qəbul edin. Bu, xoş emosiyalar gətirəcək. Maliyyə qərarlarını tələsmədən verin. Lazımsız alış-verişdən çəkinin. Yaxınlarla münasibətlərdə anlayışlı olun. Bu, ailə harmoniyasını qoruyacaq.
Balıqlar burcu 7 noyabr 2025-ci il. Bugün hər şey öz bildiyiniz kimi etmək istəyi güclü olacaq, amma kömək təkliflərini rədd etməyin. Əməkdaşlıq sizə həm uğur, həm də təcrübə qazandıracaq. Bəzi balıqlar üçün yeni iş və gəlirli təkliflər mümkündür. Günün ikinci yarısı səmimi söhbət, romantik görüş üçün çox münasibdir.